Yay gəlir, Yay gəlir. havalar isinir, bədanın temperaturu artır, qanımız qaynayır. Deyir kostyumun Pierre Cardin. Ayaqqabım Adidas. Özüm də tər su içində. Əsas problemlərdən biri. Əsas deməyim, amma yəni hər bir halda biz kasıb adamlarıq da. Avtobusdur, metrodur. Yəni dezodorant istifadə etmək lazımdır. Valla çox gözəl bir şeydir. Hətta deyərdim ki, insanlıq üçün sırf yay mövsümünə uyğun olaraq iki ən böyük icaddan biridir. Birincisi kondisionerdir, ikincisi də ki dezodorantdır. Mütləq şəkildə istifadə etmək lazımdır. Çünki bəzən o qədər spesifik qoxulara rast gəlirsən ki, bizə necə burnun deyir, oy bля, bu nə idi? Neynədim Barış? Ha, qoxu ilə bağlı bir dənə xatirəm var. Hərbidəyəm, əsgərlikdə. Of, corabı niyə gəldi? Məsələ burasındadır ki, şeydir, isti deyil. Necə? Qış aylarıdır. Amma bölük istidir də, brat. Yəni kombidə var. Bizim bölüyün təmiri falan çox bomba idi. Ümumiyyətlə çox yaxşı yerdə əsgərlik eləmişəm də şərait baxımından. 2 dənə də yekə ayaq üstü olan kondisionerlər var ya, ondan var idi. Onu da həmişə 32-də olurdu. Bölük inanılmaz dərəcədə belə isti olurdu da, uşaqlar rahat yatması üçün. Bizdə də bir nəfər adını, soyadını unutmuşam. Daha üstündən gör neçə il keçib. 8 il falan keçibdi üstündən. Demək, adam zaten pasiakdır da, başa düşdün. Çox pis pasiakdır da. Yəni həyatında görüb görə biləcəyin ən pasiak insanlardan biridir, bildin necə? Bu bir gün şey oldu. Mən bölük növbətçisiyəm həmin gün. Bölük növbətçisi nədir? Gecənin səhəri kimi oyaq qalırsan da. Bir də bu qaqaşda yeməkxana naryadır, tamam mı? Pastamoyka naryadır. Ay bilə. Bizdə də pastamoyka naryadı olanlar kombinzon geyinirdi, amma şeydən, rezindən, bildin necə? Ki su keçməsin də, yəni parça falan deyildi. Önlük də deyildi, birbaşa kombinzon idi. Belə bağlayırdım, vəsə. İstəyirsən üstüvə, yəni şlanqla su tutsunlar, su olmayacaqsan da. Yeməkxana naryadı da nədir? Sən axşam girirsən naryada, elə bir ki, axşam yeməyində sən olursan, axşam yeməyini əsgərlər yeyir, sən axşam yeməklərini, qablarını yuyursan, sonra gəlirsən bölüyə yatırsan, səhər durursan, səhər yeməyini bir də günorta yeməyini şey eləyirsən. Səhəri gün axşamı təhvil verirsən də başqasına. Nəysə bu qaqaş axşam, daha doğrusu naryaddır. Axşam yeməyindən sonra gəlib qabları yuyub. O kombinzonda ki, brat, vetsin çox pis iylənirdi. Hər gün yuyulan bir şeydir. Hər daha doğrusu naryad təhvil veriləndən sonra yuyulan bir şeydir. Amma brat, düşün də 500 nəfər adamın yağlı qabını yuyursan. Bildin necə? Üstündə istər-istəməz o su dağılır axı üstünə. Su axır gedir, amma yağ qalır da, bildin necə? Üstü başı yağlı, vetsində pis iylənir də həmin kombinzon. Qaqaş nəsə yuyub qabları, gəlib bölüyə, bunlar da yat komandasından sonra gəlirlər. Məsələn, mən də bölükdəyəm, oyağam, gün növbətçiləri də var. Yeməkxana naryadları da hamısı aşpazından tutmuş yeməkxana növbətçisinə kimi, yeməkxananın gün növbətçilərinə kimi hamısı gəldilər. Getdilər yatmağa. İşte baxdıqca gəldilər, şey elədi ki, kimsə gəlsə vəzifəli şəxs məruzə eləməyə də. Nəsə getdilər yatdılar. İşte mən gecənin səhərə kimi oyağam, içəri istidir. Zaten içəridə yüngülün bir testosteron qoxusu var. Yüngülüm mü? Brat, oraya üçün yüngülüm. İçəri erkək qoxur da, bildin necə? Belə hər krafatın yanından, belə yatağın yanından keçəndə fərqli qoxular hiss edirsən, bildin necə? Baxırsan ki, falan belə, falan edirsən. Test teritorium. Deməli, səhər yaxın 5-dir, bunları da saat 5-də oyadırıq ki, getsinlər, hazırlıq görsünlər. 6-da qalx komandasıdır. İdman falan filan 8-də də cəmaət yeməyə gəlir də. Bunlar o vaxta kimi yemək bişirmədilər, nə etmədilər, qabları düzmədilər falan. Nəsə səhər yaxın 5 gəlmişəm 1-1 həmin o yeməkxana naryadlarını oyadıram da, başa düşdüm. Bu ləlöyünü tapanmıram. Nəsə yüngülün bir qoxunu takip edərək Tom and Jerry də var ya. Jerry belə şey. Pendirin qoxusunu uçuruyor. Elədim. Nəsə qaqaş tapdım. Bu da ədyalı çəkib başına.
yatıb da. İçəridə isti, brat. Oyadıram bunu ki, bilə, oyan da, oyan, adını çağırıram. İndi adını unutmuşam yenə deyəmir. Nəsə deyirəm, əsgər də oyan. Belə oyanmır da, bildin necə? Necə yatıb eşşək kimi də. Belə tərip edirəm, krafada qoyuram ki, bilə oyan da, la məzələnirsən, cəmaət gecikir axı, səni gözləyir cəmaət. Yəni əsgərlik də elədi ki, brat, sən başına buyruq bir hərəkət eləyənməzsən də. Əgər bir xidmət varsa, xidmət yerinə gedilirsə, o xidmət yerində neçə nəfər varsa, məsələn 5 nəfər. 5 nəfər düzülməlidir sırayla, qaçaraq getməlidir xidmət yerinə. Bu 4 nəfər gedib, bir nəfər də sonra ləlöyün kimi gedə bilməz də. Yəni başa düşdün, adamın yəni deyirlər dərəbəylidir bala. Sən necəsən bu vaxtı burada? Nəysə cəmaət bunu gözləyir. Üzüb əsəbləşdim. Dedim, yəni nə indi? Dedim, tub atacam da bunun yerə, başa düşdün. Götürdüm bunu əlyanı belə çəkdim. Ay bilə. Bilə. İyi gəldi. Brat, mən həyatımda, bax, 28 yaşım var. Nə o vaxta qədər, nə də o vaxtdan indiyə qədər elə bir qoxu hissi eşitməmişəm. Yəni daha doğrusu hiss eləməmişəm, qoxlamamışam. Yəni brat, zibilliyi falan boş ver. Qoxu o qədər qatı idi ki, qoxunu eşidib. Brat, yəni zibilliyi boş ver. Nə bilim, at ölüsünü boş ver də. Yəni bilsən necə, brat? Duyuyor adamları hissediyor. Xiyar nə edib? Həmin o kombinzon yoxdur. Kombinzondan yatıb. Batinkanı belə çıxartmayıb. Bilsən niyə? Nədir? Bu cəb üstünü çıxardacaq, yuyunacaq, eləyəcək, səhərdə duracaq, geyinəcək, eləyəcək, vaxta qənaət eləsin də. Brat, deyirəm, bax, yəni mən bunu sənə heç vaxt şey eləyə bilmərəm də. Yəni izah eləyə bilmərəm, sonra təsəvvür eləyə bilməzsən. Yəni o şeyi yaşamaq lazımdır. O bir dənə belə udar vurdu. Bax Allah haqqı deyirəm. Burada da kravatlar yan-yanadır axı. Allah haqqı belə çırpıldım da, başa düşdün, arxadakı kravata. Şey var, çox üzülürəm. O keçəl qadın var, halkı belə səbiyallahu və bilhəmdə belə qoy. Halk belə deyir. Ruh belə çıxır. Oy bulə. Bilsən nə oldum? Yəni gecənin səhərə kimi oyaq qalmısan, istərsəniz yuxulu olursan, başa düşdün, key olursan da. Və hətta sən deyim ki, 4-dən 6-ya beyin inanılmaz dərəcədə keyir həmin vaxt, başa düşdün? Yəni çünki sən veçin şeydəsən, oyaqsan və veçin şeydə olmalısan da, belə tetikdə olmalısan tüklər demiş. Çünki bölük komandiri gələ bilər, o gələr, bu gələ bilər. Qabağına şey çıxmaq lazımdır da, başa düşdün? Belə dimdik çıxmaq lazımdır, yuxulu çıxmaq lazım deyil. Amma yəni çox pis keyəlmişəm. 4-dən 6 arasında o belə inanılmaz dərəcədə yuxum gəlir də, yorğunam. Bir dənə ayıldım. Başa düşdün? Yəni əlim ayağım titrəyir ki, bilə necə də, bildin necə. Bir şey məsələsi var da, yəni axı o pastellər, sən o pasteldə yatırsan, düzdür, biz onu sabit gün yuyacağıq. Yuyandan sonra dəyişik düşəcək, başqası onda yatacaq. Bilə xiyar, sən bunu necə eləyə bilərsən? Başa düşdün? Yəni belə tutdum. Düş də bilə. Xəstəsən sən. Belə bir gic xatirəm var. Sən o gündən sonra başına ağrımağa başlayır. Brat, çox pis idi. Yox, məsələ bir sən nədir? Çox üzr istəyirəm. Hər şey, bax sənin oradakı o ani udar, nə bilim, qoxu falan, hər şey başa düşdü. Bu adam 8 saat da hardasa belə 7 küsür 6 saat falan necə yatıb orada? Yatmır. Bilirsən ürəyə gedir. Ürəyə gedib, brat. Yuxudan ürəyə gedir. Huşunu itirib, başa düşdün. Ona görə də səhər durammayıb. Ona görə də ayılmırmış da. Amma o bayəsi odur məsələ. Yəni inanılmaz bir zaten qaqaşın özündən normalda da var yox hissi gəlir. Başa düşdün? Ya var yox hilənir də, bildin necə? Adamdan hər şeyin gəlir də. Ya adamın dərisindən belə it hilənir də, bildin necə? Plus o pastamoykan iyi və bunu da yorğanı da çəkib başına, bölüyü də isti. İçəridə qıcqırıb da düşdü. Belə odur budur. Yəni nəsə belə pis qoxu eşidəndə, kimdənsə pis qoxu yəni gic olur anda, başa düşdün ki, xiyar özünə bax da, yəni. İnsandan niyə, brat, insandan pis qoxu gəlməsi normaldır. Bu genetikdə ola bilər. Tamammı? Və ya hər hansı bir xəstəliyində ola bilər. Yəni elə dəri xəstəlikləri var da, yəni dərdən pis qoxu gələ bilər. Və ya insanlıq halıdır, bütün gün çöldə, bayırda falan olmusan, tərləmisən, qaçmısan ora, bura, hava isti. Amma belə, yəni bax da özünə. Yəni bu şeyi yəni bir gün yaşayarsan, 2 gün yaşayarsan, daim səndən leş iyi gəlməməlidir də, başa düşdün. Sən yaşamısan belə bir şey? Tər.
Yaşamamışam, amma tərdən bağlayacağam. Burunla bağlı bir şey yaşamışam da. Mən də əskəridə olanda bizdə də yəni təzə idi şeydə, hərbi hissə deyil də, yəni daha balaca bir şeydi. Təzə idi və hər şey çox qəşəng idi və hətta o hərbi hissənin müəyyən bir yerdən sonra da mənim ata prizivlərimi tikmişdilər. Və tikib elə orada da təxris oldular da, yəni ilk adamları idi oranın. Çox təmiz, səliqəli və isti idi falan filan. İyi gəldi, qoxu ilə bağlı bir şeydir. Prosta yəni ağlıma o gəldi. Gənc əskərdir. Gəlib bu gün gəliblər də, yəni bu gün gəliblər, yatıblar və birinin belə deyim də hardasa bir 1 santimetrlik bir şeylə açsan, ekvatoru 3 dəfə fırladacaq burnu var bir dənə. Yəni böyükdür də burnu, belə deyək. O məsələ burnunun böyük olması deyil. Monitrovkadır. Hə, bu bilsən necə şey? Akulanın üst hissəsi var. Yəni Buna girib. Akulanı yeyib. O qalıb. Yola deyib ki, qalıb, bu burun kimi işlədim də yəni. Məsələ burnun böyük olması, heç kəsin burnunun və ya hansısa bir üzvünün qeyri-normal olması gülməli bir şey deyil. Sadəcə adam xorulduyur və xorultu səsi MBM-ə kimi gedir. Pəncərə falan biraz bir dənə, 2 dənə pəncərə açırıq ki, içəri dəhşət isti olur da. Bizdə qazanxana falan hər şey var idi, ataplen yazır. MBM çöldən qışqırır ki, o nədir orada? Ya mühərrik işdir orada. Ya da kimsə xoruldamır, yəni variantlar xoruldama yoxdur. Ya içəri maşın salıblar. Ya nəsə mühərrik işdir içəridə. Ya gecədən səhərə vardiya qurublar orada, nəsə bir istehsalat gedir. Heç biri şeylədi, bizim prizivlərdə falan köhnəs gəlir. Biri gəldi, biri təpi qoyurdu altdan şeydən. Nədir, yuxarıda yatır da. Ki bax oyan özünə gəldi, xoruldu. Mən də belə səsdən olsa yata bilmirəm, o xorultu səsindən də. Və belə bir şey var da, məsələn, asqırmaqdır, nə bilim, şiddətli o öskürməkdir və xoruldamaqdır falan. Bunlar anatomiyada, anatomiya bilən biri deyil də, amma o vaxt oxuyanda yadımda qalıb. Biri var iradi şeylər, yəni öz iradəvin istəyi ilə elədiyin şey. Biri var qeyri-iradi şeylər. Amma məsələn, asqırmağı zaten tutmaq özü partlayarsan da, sən o havada o çıxmalıdır. Bir də xoruldamaqdır. Sənin çünki yoxdur, sən yoxsun, yatmısan, xəbərin yoxdur, sən xorulduyursan. Amma mənə də şey gəlir ki, qardaş, bu adam gənc də əskərdir, yəni o belə köhnə əskərlər heç nə deyə bilmir. Və şeydir də, yazığım gəlir ki, bu uşağın özünün xəbəri yoxdur. Yəni bilərək eləmir də. Bir dəfə dedilər, 2 dəfə dedilər və hər dəfədəsində uşaq oyanır. Heç nə də mən də şeydən YouTube-dan baxmışdım, oradan baxmışdım. Ağlımda gəlmişdi ki, çünki mən belə deyək də o cür bir şeylə evdə yaşayıram. Əvvəl dədəm idi, indi də o davam edir. Sonra qardaşım oldu. Hə, qardaşımla salamlar. Salamlar, hə. Qardaşım elə bir ki, belə deyək də, evdə o yatanda biz özümüzü elə bir ki, yuxuda şey kimi savanna da hiss edirik. Və yanımızda şirlər falan olur da. Sanki o şirlərin səsi ilə o bir dənə harmoniya yaradır və o elə qəşəng belə quşların səsi zad da var, amma belə şir. Yəni o yanında görsən ki, hər şey gedir, şirin səsi qalıb. Amma zaten şir deyirik, xoruldamaqdır. Heç nə şey elədi və oradan mən bir neçə dəfə qardaşım eləmişəm, öyrənmişəm ki, xoruldayan adamın ya yerində dəyişirsən, çox belə burnunda belə deyək də bir bud qalmayıbsa, ya yerində dəyişirsən, ya da gəlib burnunu 2-3 saniyə tutursan, burun tutulandan sonra avtomatik ağız, burun orada nə ilişib qalıbsa, o tıxanır, açılır və ondan sonra xoruldamağı dayanır. Amma mən deyirəm, bunun yerini çevirməz, zaten uşağı da döyürlər də şeylə, təpi ilə ki, yəni oyan, o cür döymək yoxdur, yəni şey kimi, oyandırırlar. Gəlin mən burnunu tutum da, gəldim belə burnunu tutdum, belə sıxdım, saxladım 4 saniyə. Öldü də. Hə, belə şey elədim. Əlimi bir dənə buraxdım. Belə elədi. Yəni yuxuda sən bilirsən də, məsələn, sən yatdığın vaxt real həyatda gəlib sən kimsə ayağına vursa, sən onu yuxuda oyanana qədər yuxuda o cür bir şey görürsən. Ki, hə, yuxuda sanki kimsə gəlir ya vururmu sənə, amma əlaqəsiz də ola bilər. Bu qədər şimdi yuxuda nəsə bir tıxanıb harasa. Tıxandı, bu əlimi çəkən kimi açıldı, özü belədir. Belə elədi. Ondan sonra səhərə kimi şey eləmədi. Qaldı, yəni xoruldamadı. Və o uşaq ondan sonra bir neçə dəfə xoruldayanda yenə gəldi və elə bir ki, o uşağın xəbəri olmadan hər gecə mən elə bir ki, gəlib hər gecə yox da bir neçə gecə mən gəlirdim, o belə şey edirdim, tuturdum, o ünvanlik şeyi açıb tıxanır belə. Gəlir belə
Belə nəsə eləyirsən, nəsə eləyirsən, ünvanlik açılsın da. Hər gecə şey eləyirdim ki, sonra mənə elə bil ki, günlük rutinimin içində səhər 6-da dur, yəni idmana get, nariyat, axşam yatmamışdan qabaq uşağın burnunu şeylə. Yəni nizamnaməyə daxil olmayan belə deyək də, vəzifə və öhdəliklərimi o da yazılmışdı. Hətta mən biraz da qalsaydım orada, müdafiə Burun əməliyyatı. Yox. Özü quru əməliyyatıdır. Quru burun əməliyyatı, ona görə tıxanım. Bu Müdafiə Naziri o nizamnamə tələbnamələrində onu da yəni xoruldayan əsgər yoldaşımızı burnunu tutun 4 saniyə. Buraxın düzələcək, yol açılacaq. Elə bir şey vardı, amma qoxu ilə bağlı mənim yoxdur. Bir də bu şey məsələsi şeydə problem olur. İctimai nəqliyyatda, amma idarə edənlər, məsələn, taksi şoferləri. Çağırırsan taksini, taksi gəlir. Varsan çox iyi, səliqəli, maşın səliqəlidir, tamam. O belə oturursan, bilə, bir də üfunət iylənir, bir də əgər səhv eləyib taksi şoferi pəncərəni açsa, ondan vuran külək bərabərində gətirdiyi o spesifik aromatik qoxu var. Ay bilə, beynimə işləyir də, brat, beynimə işləyir. Bu da əslində bir şey nədir? Bilmirəm bunun fərqindədirlər, yoxsa fərqində deyillər. Məsələ olsundadır ki, deyillər. Fərqində deyillər, çünki insan belə deyək də, özü öz qoxusunu eşitmir. Öz qoxusundan əlavə, özünün belə deyək də, o Bu arada çox üzr istəyirəm, sözünü kəsirəm. Bədəndən çıxan başqa qoxular da var. Onlar da insan üçün yad deyil, özü üçün. Amma başqasının qoxusu şeydir, çünki bədən hər davamlı həyatın boyu olan şeylər, məsələn, sən bunu bilirsən yoxsa yox, normalda biz burnumuzu davamlı görürük. Ya burnumuz gözümüzün görmə arealındadır. Amma bu həyatımız boyu belədir deyə bir yerdən sonra beyin o burnu ləğv edir. Yəni görməzdən gəlir. Çünki deyir ki, o veçin ordadır. Bir şeyə çevirir də, habitə çevirir. O da elədir, qoxu da elədir. Sənin qoxun bir yerdən sonra sənə ümumiyyətlə rahatsız gəlmir. Və bu belə deyək də, bunun qoxu gəlməyinə və yaxud da üstünə bir parfüm sıxmamağına və yaxud da dezodorant vurmamağına bir şey deyil. Yəni hər gün səhər evdən çıxanda sən ümumiyyətlə bunu düşünməlisən ki, mənim özümə yad olmayan və yaxud da öyrəşdiyim qoxu başqası üçün yaddır və pisdir. Mənim bildiyin, yəni qozlanma şəklimə var bir dənə mənim. Qulağım səndədir. Bura evdəki nə indi da? Bədənim də belə deyir. Qulağım səndədir deyir, başqa şeydə açıb belə. Əslən danışmamışım. Məncə məsələ şeydədir. Biz bir-birimizlə yaşamağı öyrənməmişik. Yəni məsələ burada evdəkilərdən getmir. Yəni bir-birimizlə yaşamaq dedik. Biz bir-birimizlə yaşamaq dediyində əslində bütün ictimaiyyəti nəzərdə tuturam. Yəni sən metrodasansa, sən o yol boyu sən o adamla əslində yaşayırsan da, belə deyim. Yəni belə ümumi götürsək də buna bir ad qoysaq. Əslində səndən gələn qoxu, sən oradan keçərkən elədiyin hərəkət, ona dəyməyin, itələməyin falan. Məsələn sən bunu evdəkinə qarşı eləməzsən də, düzdür? Yəni normal bir insandan söhbət gedir, normal bir oturmuş ailədən söhbət gedir. Evindəkinə qarşı hörmətsizlik eləyərsənmi, ya nə bilim, götürüb tərvi ağzına soxarsanmı, eləməzsən də, başa düşdün. Yəni dadına bax. Hə, yəni onu eləməzsən də. Hə, onu eləməzsən. Amma bunu eləməz. Şeydir, qalmısan, yəni insanın boyları fərqli-fərqlidir. Sən qalmısan belə tutmusan, qoxursan, 1.60 boyundakı adam ölür də orada. Başa düşdün, qıcqırır da, adamın burnu yoxdur da, bildin necə? Yəni başqa yeri ilə nəfəs alsa ondan yaxşıdır da, bildin. Və sən o adama fəlakətlərlə məzələnməyi sevmirəm və sən o adama minik bir Çernobil yaşadırsan. Hə. Əslində qoxu ilə Çernobil. Çünki o qoxu bilsən də həm də yəni uzun bir müddət və güclü təsiri olan bir müddətdə turşulaşma gedir deyə, əritməyə doğru. Elə bir ki belə dayanırsan belə. Əriyirsən. Həzidə mindin belə. Dərnəgüldə yoxsa. Dərnəgüldə belə bu tərəfin şeydir. Pripyat operasiyonu ilə götürülür. Özü də ki, yəni metronun suspekt vaxtları var da. Yəni sən mindiyin andan düşdüyün ana qədər bəzən o metro boş olmur. Və yaxud da ki, avtobus boş olmur. Başa düşdün? Ay bilə, təri qoyduğu bir qırağa. Səhər çağı, bilə, səhər tezdən bozbaş yeyib oturanlar var, metroya, başa düşdün? Baxırsan ki, bu adam indi yağın üstündən durub gəlib. Tamam, nuş falan. Bir də oy bilə, ən zəhləm getdiyim şey. Bizə nə edib adam? Sigareti çəkib, sonuncu fırtı da alıb, buraxmayıb.
girib metroya, bilet metroda buraxır. Sən xiyarsan, sən ağarsan. Oy bilə. Bir də O metroda yox, ən çox avtobusda olur, yox. Ziyan olmaz. Hə, bizə o şey də o var, belə gəlir girir kartı vurur. Ay bilə, abi gəlmiş bir iyun dağılsın da, başa düşdün ha. Və birinci şoferin sifətinə Hə, siqaretin tüstüsü normalda okey pisdir. Amma üstdə oturan qoxu var. Arada məsələn PlayStation-a falan gedirik də, orada opşu da hamı siqaret çəkir. Çıxandan sonra həyatıma nifrət edirəm də, başa düşdün? Köynəkdən bir dənə iyi gəlir. Deyirsən ki, qətrandır da, belə sıxırsan, qətran süzülür. 4 paçka siqaret çıxar o şeydən, köynəkdən. Hə, inanılmaz dərəcədə bu mövzuda düşüncəsizlik. Yəni çox düşüncəsizlik. Yəni dünya aləm qozumuza deyil, heç kəs vecimizə deyil. Kiməsə narahatçılıq verərik, kiməsə diskomfort yaşadarıq deyənə belə heç narahat olmuruq. Və çox pis vecsizləşmək də deyil. Bu məncə əvvəldən var. Vecsizləşmək sonradan olan bir şeydir. Bu məncə həmişə olub. Bir şey də var ki, yəni indiki qədər əvvəllər şərait yox idi. Məsələn, okey, əvvəllər şərait olmaya bilərdi, suları atıram peçin üstündə falan qızdırardılar, həftədə bir dəfə çimərdilər falan, amma yəni indi məncə maddiyyatdan asılı olmayaraq hər kəsin evində daim su var. Ala suyu qoyaq bir nəm salfetlə necə olmasa, Recep deyir, ayda bir kere şeylə mendillə hər tarafımı silerim falan. Sil də, yəni dezodorant alma 5 manatlığından al o obada var çakmaları 1 manat 50 qəpiyə. 48 saat saxlaması 24 saat. Ay 24 dəqiqə saxlasın, 24 saat da saxlamır, brat. Yəni 5-6 saat saxlayır da, başa düşdün. Okey. Götür özünlə bir işə gedəndə vur, bir də işdən çıxanda vur ki, cəmaət narahat olmasın, işdə vur. Amma mənim işdə, ofisdə, şkafda dezodorantım, şampunum falan var. Başa düşdün? Ki yəni nə bilim, evdə spes eləyənmərəm, çimə bilmərəm. Saçım yağlı olmasın, işdə yuyum və ya dezodorantı işdə sıxım. Olar da, bura, mən normalda Koroğluda oyanan adamım. Yəni Əhmədidə minirəm metroya, Koroğluda özümə gəlirəm. O da niyə? Çünki Koroğluya çatanda ora mahnısı bəkdə orada oyanıram ki, həmən yoldayam, başa düşdün. Yaddan çıxa bilər, istifadə eləməyə bilərsən, çox normaldır. Amma yəni bunun üçün də tədbir görmüşəm də, məsələn, başa düşdün, alıb ofisə qoymuşam. Yəni çox normal bir şeydir. Yay gəlir də, yəni indi hər o 48 saatlıq dezodorant boş söhbətdir də o yayda. Yəni alın istifadə edin də, yəni çox rahat bir şeydir əslində. Old Spice. Abi, olan reklamı çox xoşuma gəlir. Axı çiçəkli nəm qoxan, hə bir dəniz qulduru tapıldı. Ay belə baxırsan ki, çox ləzzətlidir daha başa düşdün. Və çox keyfiyyətli. Hə, çox bombadır. Qız da çox qəşəng olur. Çox xoşuma. Mənim tipim deyil. Düzdür, dünyada az qalıb Hə, olar. o da ölürdü axı sənin üçün. Yox, kürəndir də o. Kürən qızlar bilirsiniz də, dünyada az qalıb. Yəni İrlandiya bilmirdim bura. Yox, kürən ayrıca kürən şeydə qızıl saçsın. Hə. Yəni İrlandiya xalqı sabah dursa, topluca intihar eləsə, kürən nəsə qalmayacaq yəni. Ha, belə yəni dezodorant istifadə edin. Onların evinə bəy gedəndə şey olur, kürək. Sabah da Young Lions'ın Bu video izlənəndə böyük ehtimal artıq biz bir həftə falan keçmiş bir olacaq. həftə keçmiş olacaq və biz işi vermiş olacağıq. Sabah Young Lions'dır, yarışdır. Young Lions nədir? Young Mən Lions bilməm. Young Lions barəsində kiçik bir məlumat bilənlər bilir, bilməyənlər üçün. Cannes Lions deyə bir festival var, Fransada keçirilən və onun da belə deyim tərkibində gəncləri həvəsləndirmək üçün Young Lions adında bir yarışma var. Hansı ki bu yarışmada gənclər öz bacarıqlarını, kreativliklərini, dizaynlarını, çəkdiyi filmləri falan göstərir. Hər ildə bir dəfə keçirilir. Hər ölkədə keçirilir və hər ölkədə o qalib şəxsləri iyun ayında aparırlar Fransaya. Və Fransada böyük bir yarış olur. Orada da yarışırsınız. Ölkəni təmsil edirsiniz. Ölkəni təmsil edirsiniz. Tipa bu şey kimi bir şeydir. Çempionlar Liqası kimi bir şeydir. Yəni məsələn necə Qarabağ gəlir, Azərbaycan çempionu olur, daha sonra gedir Çempionlar Liqasına. Bu da onun kimi bir şeydir. Yəni siz burada qalib olursunuz, qalib olandan sonra da gedirsiniz Fransaya, Fransada Azərbaycanı təmsil edirsiniz. Biz 2 il bundan qabaq qalib olmuşduq, getmişdik Fransaya.
keçən il 3-cülüklə bitirməli olduq. Bu il görək başımıza nə gəlir. Ümid edirik və inanırıq ki, bu il yenidən yaxşı bir nəticə alacağıq. Sabah da həmin bu yarışın brifinqidir, brieflər verilir, tapşırıqlar verilir. Dizayn və print kateqoriyasının 1 gün, film kateqoriyasının isə 2 gün vaxtı olacaq. Bu briefi reallaşdırıb təqdim etmək üçün. May ayının 10 neçələri isə artıq Baku Flames tədbirində yarışmanın nəticələri bilinəcək. Orada gedəcəyik. Görək nə olur. Ümid edirəm ki, yaxşı olar. Sabahla bağlı isə hər hansı bir fikrimiz yoxdur. Ümumiyyətlə qəşəng bir şeydir. Yəni insanın öz yaradıcılığını qısa bir müddət ərzində, çünki 24 saat vaxt verilir də. Qısa bir müddət ərzində çətin brief əsasında beyninin və potensialın, o bir söz var da deyir məsələn, potensialın nədir? Potensialın sərhədləri nədir? Sən nəyə maliksən və əslində insan malik olduğu maksimum şeydən bir tık daha üstünə eləyə bilər də. O insana xas bir şey. 110% eləm bir şey var da məsələn. Bunu göstərmək üçün, sübut eləmək üçün və bununla tanınmaq üçün və bundan sonra gələcək iş təklifləri olsun və yaxud da adi təkliflər olsun bu işlərlə bağlı, onlara nail olmaq üçün çox yaxşı bir fürsətdir. Ölkəyə birincisi bunu gətirənlərə təşəkkürlər düşür, çox böyük. Çünki inqilabi bir şeydir. Çox böyük zəhmət çəkirlər. Zəhmət çəkirlər. Bu tipli layihələrin reallaşması həm maddi baxımdan, həm fiziki baxımdan heç də asan deyil. Vaxt lazım olur, maddiyyat lazım olur, xərclənən efor var, sponsorlarla danışıqlar var. Bunlar əslində çox uzun məsələlərdir, əziyyətli məsələlərdir. Ona görə də şəxsən özlərinə təşəkkür etmişik, amma buradan bir daha təşəkkür edirik. Bütün Young Lions komandasına. Bütün Young Lions komandasına bütün bu sektor adından dərin təşəkkürlər düşür. Bəli. Belə biz isə gedək, bu gün dincələk, yaxşıca yatmalıyıq, beynimizi freshləməliyik ki, sabaha şir kimi oyanıb yarışa başlaya bilək. Deyirsən tək canavarsan, qışqırıb üstüvə şirlər. Kazansanız oradan Monaco'ya geleceksiniz yine. Bəsdir də, ağ elədik də. Biraz Bu dəfə Avropa turu düşünürük. bəli. Bu səfər Marselə. Marselə. Niyə? Marselə niyə? Taksi şoferini tapacam bura. Neydi adı? Daniel. Daniel. Hə. Belə. Görüşərik. Sağ ol. Bizə uğur olsun. Bəli. Bunlar Yo, bu qartal idi. Bu da ilandır. Yanılar. Əsla şirlə əlaqəli heç şey yoxdur. Bilmirəm, şirlə necə heyvandır? Zərrə şeyim yoxdur. Əlşir mi? Sağ olun. Görüşərik.